Bugün soyuducuda nə qalıbsa, hamısını qarışdırıb səhər yeməyi üçün bir şey hazırlayacağıq. Başladıq. Burada ağ pendirlə göyərti var. İndi üzərinə kaşar pendiri əlavə edəcəm. Qarışdıraq. 2 yumurta, 200 ml süt və azacıq duz qarışdırırıq. 3 ədəd lavaş qalmışdı. Onu da xırda hissələrə ayırıb əlavə edirəm. İçliyi də əlavə edirəm. Göyərti, ağ pendir və kaşar. Qarışdırırıq. Yağlı kağız əlavə etdiyimiz qaba bu qarışımı tökürük. Biraz yayaq. Üzərinə çox az tuna. Belə pendir qalmışdı, onu da əlavə edək. Duxovkanın Azərbaycanca adı nə idi? Sobada 200 dərəcədə 10-15 dəqiqə bişirəcəm. Hazırda indi dadına baxaq. Mükəmməl olub. Uşaqlar üçün də pizza yerinə alternativ kimi hazırlamaq olar. Mütləq yoxlayın.